19 fevral 1988-ci il, İrəvan. Şəhərdə kütləvi mitinqlər başlayır. Ermənistanı türklərdən təmizləməli, Ermənistan yalnız ermənilər üçündür kimi şüarlar səsləndirilir. Mitinqlərin 3-cü günü İrəvanda dağıdılmayan yeganə məscid, Azərbaycanlıların təhsil aldığı orta məktəb və Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının binaları yandırılır. Etiraz edən azərbaycanlıların evlərinə od vurulur. Bütün bunlar təsadüfi deyildi. Təxminən 10 gün sonra baş verəcək Nalyotçik təxribatına, yəni Sumqayıt hadisələrinə zəmin yaradılırdı. Bəs təxribatlar üçün niyə məhz Sumqayıt seçildi? Çünki həmin ərəfədə Ermənistandan zorla qovulan 41 mindən çox azərbaycanlının əksəriyyəti bu şəhərdə məskunlaşmışdı. Onlar Qərbi Azərbaycanda ermənilərin törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Bununla yanaşı. Burada 20 min şərti iş almış adamları yerləşdirmişdilər, burada işlədirdilər. Yəni bunlar da hökumətdən narazıdırlar. Sonra bura gələn gənclər özlərinə ev tapa bilmirdilər filan deyib, o vaxt naxalıstroy deyirdilər, gecə qondurma. Gedib orada özlərinə bir tək belə, burada da şərait yox, qaz yox, suyu yox, filan yox. Bu da hökumətdən narazı idi. Hadisədən 10 gün əvvəl Sumqayıtda yaşayan ermənilər kütləvi şəkildə banklardakı əmanətlərini götürdülər. Qırğınların videolenti alınması üçün erməni operatorlar hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə gizli çəkilişlər aparmaq üçün mövqelər seçdilər və nəzərdə tutulan gün planın icrasına başlanıldı. Təxribatın qara qutusu isə əvvəllər məhkum olunan Paşa ləqəbli Eduard Robertoviç Qriqoryan idi. 9 il, 2 ay, 13 gün həbsxanada qalır. Başında bir papaq, adı da Paşa. Mən bundan çox söhbət edirdim. Bu mənlə danışanda dedi ki, mən getmişdim JEK nəçəlnikinin yanına, o məni gördü, mısmırığını salladı. Bu mısmırıq sözünü Azərbaycanlı çox nadir hallarda işlədir. Amma bu erməni bizi inandırmaq üçün bizim dilin o incəliklərinə qədər bilirdi. Hadisələr zamanı öldürüləcək ermənilərin şəxsiyyəti də əvvəlcədən məlum idi. Onlar əsasən Böyük Ermənistan xülyasına dəstək verməyən ermənilər idi və Paşa ləqəbli Qriqoryanın da iştirakı ilə evlər müəyyənləşdirildi. Həmin evlərə hücumlar təşkil olundu və həmin ermənilər qətlə yetirildi. Bir güllə ilə 2 dovşan vururdular. Deməli, bu yaşlı adamları öldürüb dünyaya hay salırdılar ki, baxın, bu barbar müsəlmanlar, bu vəhşi müsəlmanlar yazıq, cəfakeş, məzlum erməniləri qırırlar. Bunlarla yaşamaq mümkün deyil. Biz bunlarla yaşamaq istəmirik. O tərəfdən ermənilərə mesaj göndərirlər ki, erməni mənafeyini güdməyənlərin aqibəti belədir. Həmin ərəfədə artıq 32 nəfər qətlə yetirildi, 400-dən çox insan müxtəlif xəsarətlər aldı və Sumqayıta külli miqdarda ziyan dəydi. Martın 1-dən etibarən isə Sumqayıtda komendant saatı tətbiq olundu. İxtişaşlara son qoymaq üçün Sumqayıta göndərilən General Krayevin rəhbərlik etdiyi ordu isə hadisələri uzun müddət kənardan izlədikdən sonra müdaxilə etdi. 6 ermənini öldürən, 10 erməni qadını zorlayan Qriqoryana cəmi 12 il cəza təyin olundu. Amma o bir neçə il sonra azadlığa buraxıldı. Şər böhtan atılan 93 azərbaycanlı isə 2 ildən 15 ilədək azadlıqdan məhrum edildi. Hadisələrin təşkilatçısı qismində mühakimə edilən Əhməd Əhmədova SSR Ali Məhkəməsinin 18 noyabr 1988-ci il tarixli hökmü ilə güllələnmə cəzası verildi. Həmin hökm 17 ay sonra icra edildi. Məlum oldu ki, bəli, həqiqətən də bu SSR Dövlət Təhlükəsizlik Komitəsinin, eyni zamanda SSR Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin, bütün bunların və yerli agentura vasitəsilə Ermənistan rəhbərliyinin vasitəsilə həyata keçirilmişdir. Ulu öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bu işlərə yenidən baxıldı və son nəticə olaraq demək olar ki, Sumqayıt hadisələrinin necə törənməsi, necə törədildiyi bu aydınlıq gətirdi. Sumqayıtdakı təxribatlar dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq məqsədi daşıyırdı. Ermənilər Azərbaycanla münasibətlərin dözülməz həddə olduğunu göstərməyə çalışırdılar. Nalyotçik planı qarşıdakı illərdə ermənilərin Azərbaycanlılara qarşı törədəcəyi qanlı terror aktlarının başlanğıcı oldu. Sabir Bilalov, Elxan Axundov, Zahir Hüseynov, ASTV xəbər.